Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından 300-350 metr məsafədə gözəl bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırılan bu ev satış üstündə tikilsə də, yəni tam standartlara uyğun inşa olunub, fundamenti vırılıb, kəmərləri atılıb, tam qayda qanunla ev inşa olunub. Gördüyünüz kimi 6 qarajdır. Təxminən hardasa 2 sotda inşa olunub. Demək 70-80 kvadrat həyəti qalıb. Ev onun 13-ədir, yəni otaqları genişdir, əlverişlidir, ürək açandır. İndi tədqiqatda evin içində sizə ölçülərini deyəcəm. Gördüyünüz kimi həyəti, evin üzü qabançıq daşlarla üzlənib. Həyətyanı sahəsi tamet daşları vırılıb, darvazası qoyulub. Qaz, su, işıq ev sahibi tərəfindən təhvil veriləcək. Həyətin drapları da qoyulub. İstəsəniz maşında, həyətdə, xalçacaq, nə istəsəniz yuya bilərsiniz. Demək, bunun altı da belə hündürdür. Ev 4 otaqlı evdir. Bax, bura gördüyünüz kimi, burada nə köməkçi otaqlardır. Burada nə istəsəniz, belə artıq əşyalarınızı zadınızı yığmağa mümkündür. Yəni, elə bir, görürsünüz, altı da izoliyasiya eləyib ev sahibi ki, soyuğun qabağını almaqdan ötürü. Altına istədiyiniz kimi, yəni, görürsünüz, bütün otaqlara girişi var. Ərazidə, quru ərazidə nəmişliyi yoxdur. Bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Keçən indi evin içi ilə tanışırlar. Evin içini demək olar, hörmətli izləyicilər, işləri tamamlanmaq üzrədir. Həyəti də belə çəkirəm, diqqətlə baxın. Rahat 3 maşın daxil ola bilər həyətinə. Keçirik buradan evin içinə. Dəhlizi geniş, ürək açan. Gördüyünüz kimi, bax, burada şkaf yığdırmaq üçün belə yer qoyub. Dəhlizin eni bir hardasa 1.70-1.80 olar. Hörmətli izləyicilər, ağartıdan çıxıb ev sahibi sadəcə ağartın qurumağını gözləyir. Yəni, bunu gəlib alınmaq istəyən, yəni, aboyları, qapıları, laminatları, hamısı, yəni, zövqlə də mümkün, yəni, təmbilətdirə bilərsiniz. Bura mətbəxidir. Mətbəxi 4-ün 4-ə. Yəni, bunun 4-ün yerində 3-8-lərin 4-də, belə deyək, hörmətli izləyicilər. 16 kvadrata yaxındır. Burada uşaq otağıdır. Təxmini haradasa 3-8-lərin 3-10-a. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər, az fərq eləyər, bunu nəzərinizə çatdırım. Burada böyük bir yenə də geniş yataq otağıdır, 3-8-lərin 5-ə. Yəni, otaqları həqiqətən genişdir. Pəncərələrindən də tam rahat işıq düşür. Bütün otaqlarından görürsünüz, hörmətli izləyicilər. Ev quru-qabı qoşa daşdır. Kəməri də vırılıb. Burada da yenə biraz, yəni 3-8-lərin bunda 4-ə, bir yenə yataq otağıdır. Otaqları həqiqətən çox geniş, ürəyəçən, əlverişlidir. Pəncərlərlə tam rahat işıq düşür, gördüyünüz kimi. Sonunda burada bir zalda qonaq otağı deyək. Görürsünüz, hörmətli, tavanlar zad işlənib, bir dənə laminatdır, aboydur, bir həftəlik iş qalıb burada, bir də qapılardır. Burada 4-ün 7-yədir, 28 kvadratda, bax bu hissəsidir. Yəni, bunu nəzərinizə çatdırırım, yəni qonaq otağıdır. Evin, yəni, keyfiyyətində problem yoxdur, hörmətli izləyicilər. Yəni, almaq istəyən adam gəlib aboyları zövqlə, qapılarıdır, laminatdır, istədiniz formada zövqlə təmbilətdirə bilərsiniz, ev sahibi özü təhvil verə bilər. Yenə gedirəm, satış üstündə tikilsə də tam qayda qanunla inşa olunub. Burada gördüyünüz kimi sanuzel hissəsidir. Sanuzel hissəsi də ağ kafel metallardan istifadə olunub. Hörmətli izləyicilər, kimlərsə evi satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, Instagramda, TikTokda Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər, zəng vuran zaman. Demək, evin qiyməti də, yəni sənədləri bələdiyyə sənədidir, qiyməti də 115.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq, birbaşa sahibi ilə danışacaqsınız, son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Yenə qeyd edirəm, 115.000 start qiymət bələdiyyə sənədidir.
Yoldan da 300-350 metr məsafədədir. Otaqları genişdir, onun 13-ə tikilən bir, inşa olunan bir evdir. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.